Synergy Group'un dəstəyi ilə. C'est un mot qu'on dirait inventé pour elle. Quand elle danse et qu'elle met son corps à jour, tel un oiseau qui étend ses ailes pour s'envoler. Alors je sens l'enfer s'ouvrir sous mes pieds. J'ai posé mes yeux sous sa robe de gitane. À quoi me sert encore de prier Notre-Dame? Cœur est celui qui lui jettera la première pierre. Celui-là ne mérite pas d'être sur terre. Oh Lucifer, oh laisse-moi rien qu'une fois glisser mes doigts dans les cheveux d'Esmeralda. Est-ce le diable qui s'est incarné en elle pour détourner mes yeux du Dieu éternel, qui a mis dans mon être ce désir charnel pour m'empêcher de regarder vers le ciel? Elle porte en elle le péché. Yazıq Quasimodo cazibədar Esmeralda'ya gül gətirsə də, onun üçün ölməyə hazır olsa da, bu gözəlin sevgisini qazana bilmədi. Bu unudulmaz hekayəni isə məşhur Fransalı yazıcı Victor Hugo öz əsərində qələmə almışdı. Parlaq zəkanın bugünkü buraxılışı da məhz bu böyük yazıcıya əsər olur. Xoş gördük əziz dostlar. Parlaq Zəka intellekt şousu həmişə olduğu kimi efirdədir. Bugünkü 8də 1 final oyununun mövzusu dünya ədəbiyyatında maraqlı əsərləri ilə əvəz olunmaz iz buraxmış Victor Hugo'dur. Verilişimizin möhtəşəm hədiyyələri uğrunda Azərbaycanın bir çox bölgələrindən və ali təhsil müəssisələrindən 60 tələbə amansız mübarizə aparır. Onların arasında ən bilikliləri, ən zəkalıları dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirəcək. Hədiyyələrimiz barədə deyim ki, Parlaq Zəka intellekt şousunda 3-cü yeri qazanan iştirakçı 20.000 manat, 2-ci yerin sahibi 30.000, qalibimiz isə 40.000 manat təhsil haqqı əldə edəcək. Yeri gəlmişkən bu cür gözəl imkanı onlar yalnız bizim verilişdə əldə edə bilər. Biliklər dərin ola bilirsə, təşəkkürlər niyə dərin olmasın? Bu gözəl hədiyyə fonduna görə verilişimizin baş sponsoru Synergy Group şirkətinə dərin təşəkkürümüzü bildiririk. Şüarı davamlı gələcəyə doğru olan Synergy Group ölkəmizin idman və təhsilin inkişafına daim böyük dəstək verir. Eyni zamanda təşkilatı dəstəyə görə Azərbaycan Universiteti və Şəmkirdə yerləşən Zəka İntellektual Gənclər Mərkəzinə də təşəkkür edirik. Yeri gəlmişkən verilişimiz də məhz Şəmkir şəhərində çəkilir. Hamıya yaxşı tanış olan bu Zəka meydanı bugün də iştirakçılarımızı qəbul etməyə hazırdır. Məhz burada Zəka meydanında kimin nəyə qadir olduğu məlum olacaq.
Bu bilik yarışmasına həmişə olduğu kimi tribunalarda əyləşmiş iddiaçılar da qoşulacaq. Doğru cavablar onlara orden və ya medal gətirəcək və tezliklə zəka meydanına çıxaracaq. Zəka meydanında yarışan iştirakçıların cavablarının doğruluğuna isə bizim çox hörmətli və ciddi zəka məclisi nəzarət edəcək. Gəlin onları sizinlə tanış edin. Zəka məclisinin baş biləni Məhəmməd Məmmədov, filologiya üzrə fəlsəfə doktoru. Və Zəka məclisinin üzvləri Sinerji Qrup şirkətinin nümayəndəsi Mahir Məmməd Bağırov və Zəka məclisinin məsul katibi Oqtay Məhərrəmov. Orden və medalları isə mənim köməkçim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Esmeralda Qasımov, Gülsarə Qasımova təqdim edəcək. Cənab Hakim, əminəm ki, zəkalarımız qalib gəlmək üçün hər şey hazırdır. Gəlin onları meydana dəvət edək. Birinci iştirakçımız Emil Yusublu, Qafqaz Universiteti, Maliyyə Fakültəsi, 2-ci kurs, Sumqayıt şəhəri. İkinci iştirakçımız Günay Cəfərli, Azərbaycan Dövlət İqtisad Universiteti, İqtisadiyyat və Sənaye Fakültəsi, 3-cü kurs Göygöl şəhəri. Və 3-cü zəkamız Yusif Rəhmanlı, Qafqaz Universiteti Tərcümə Fakültəsi, 1-ci kurs Lənkəran şəhəri. Əziz tamaşaçılar, əsas oyundan qabaq biz mütləq müqəddimə mərhələsini keçirməliyik. Müqəddimə isə 2 hissədən Azərbaycan dilinin qrammatikası və natiqlik qabiliyyətindən ibarət olacaq. Müqəddimə. Hörmətli tamaşaçılar, Azərbaycan dilinin qrammatikası tapşırığı ilə başlayacağıq. Siz bu tapşırığı ekranlarınızda görə bilərsiniz. Zəkalarımız üçün qeyd edim ki, onlar mətndə işlənmiş köməkçi nitq hissələrinin altından xətt çəkməlidir. Əlbəttə ki, mənim işarəmdən sonra. Başladıq. Tapşırıq başa çatdı. Və mən tapşırığı yoxlamaq üçün Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinç Məmmədovanı dəvət edirəm. Çox sağ olun. Əziz dostlar, doğru cavabları artıq görə bilərsiniz. Zəka məclisi üçün qeyd edim ki, Yusifdə səhvlərin sayı 1-dir. Günay da bir səhv edib. Emildə isə səhv yoxdur. Azərbaycan dilinin qrammatikası müsabiqəsi başa çatdı və biz natiqlik qabiliyyətinə keçirik. Möhtərəm baş bilənlər, verilişdən 15 dəqiqə əvvəl zəkalara belə bir tapşırıq vermişdim. Victor Hugo böyük ədiblər sırasında və zəkalarımız da 40 saniyə ərzində bu barədə bizimlə danışacaq. Yusuf, hazırsınız? Bəli. Onda başladıq.
Victor Hugo, Fransanın dünya ədəbiyyatına bəxş etdiyi əvəzolunmaz hədiyyə. O dövrünün təlatümlü hadisələrini, insanların acı taleyini, oxucularının gözləri önündə canlandırmağı bacarmışdı, çünki o, xalqdan biri idi. Yubileyində evinin qarşısından 600 minlik Paris əhalisi keçəndə, o pəncərənin önündə nəvələri ilə birlikdə dayanıb, minnətdarcasına baş əyirdi. O dünyaya gələndə dövrün cəmi 2 yaşı var idi. Lakin o dünyadan köçəndə isə əsrin bitməsinə 15 il qalmışdı. Buna baxmayaraq, əsr Victor Hugo'dan tez qocaldı. Sonda isə nitqimi Victor Hugo'nun bu sözləri ilə sona çatdırmaq istəyirəm. Hər kəs ölər, amma hər kəs yaşamaz. Mən də inanıram ki, bugün bu meydanda həqiqətində yaşayacağam. Çox sağ olun. ...36 saniyə. Günay, hazırsınız? Bəli. Başladıq. Victor Hugo. İlk dediyimdə dünyaca məşhur olan Paris Notre-Dame kilsəsi, Səfirlər, Gülən adam və s. əsərlər yadıma düşür. Hugo öz əsərləri ilə Fransa mədəniyyətini böyük töhfə vermişdir. Bu əsərləri oxuyarkən insan mədəni cəhətdən daha da zənginləşir. Təbii ki, mən də bu əsərləri çox sevə-sevə böyük həvəslə oxumuşam. Sonda isə nitqimi belə bir ifadə ilə bitirmək istərdim. Hugo zülmətin qaranlığı ilə gündüzün işığının mübarizəsini gördüyü kimi, bugün biz də bu meydanda qırmızı, sarı və yaşıl yolların mübarizəsini izləyəcəyik. Çalışacağım ki, qalib mən olum. Çox sağ olun. ...34 saniyə. Emil, hazırsınız? Bəli, Yaxşı hazırsınız? demək olar. Deyin, vaxt. Fransız ədəbiyyatının görkəmli nümayəndəsi olan Victor Hugo, əsərləri ilə təkcə Fransa ədəbiyyatında deyil, dünya ədəbiyyatında da öz sözünü deməyə bacarmışdı. Victor Hugo əsərlərində yaşadığı dövrün insanlarının adət-ənənələrini, geyimlərini və digər həyat tərzini əks etdirməyi bacarır və müasir dövrünə çatdırırdı. Bundan başqa, o, inqilablar və döyüşlər ərəfəsində olan Fransada xalqın yaşadığı səfalət və aclığı və digər problemləri də əsərlərində əks etdirirdi. Victor Hugo ölümündən əvvəl son cümləsi "Mən qaranlıq işıq görürəm" olmuşdu. Ümid edirəm ki, bugünkü oyunumla zəka meydanının sonunda parlaq işığı görəcəm. Çox sağ olun. ...40 saniyə. Möhtərəm baş bilənlər, zəkalarımızı izlədiniz. İndi isə söz sizindir. Birinci, ikinci və üçüncü kim oldu? Münsiflər heyəti hər iki tapşırığı nəzərdən keçirdi. Belə ki, həm Azərbaycan dilinin qrammatikası ilə bağlı köməkçi nitq hissələrinin müəyyənləşdirilməsi, həm də görkəmli fransız ədibi Victor Hugo ilə bağlı natiqlik sənətinə, natiqlik çıxışlarına qulaq asdı və gəldikləri nəticələr belədir. Birinci yeri biz, yəni birinci yolda Yusif Rəhmanlının, çünki Yusif Rəhmanlı həm o dövrü daha yaxşı xarakterizə elədi, bundan əlavə həmin dövrün tənqidçilərinin bu görkəmli fransız ədibi ilə bağlı fikirlərinə toxunmuş oldu. İkinci yeri Emil Yusubluya vermək niyyətindəyik, yəni Emil Yusublunu. Düzdür, Emil Yusublu çıxışı Günay Cəfərlinin çıxışı ilə təqribi bərabər idi. Lakin Emil Yusublunun o qrammatika ilə bağlı tapşırıqda səhvi olmadığına görə ikinci yeri ona verməyi qərara gəldik. Üçüncü yer isə Günay Cəfərliyə, lakin onun ruhdan düşməməyə və mübarizəni sona dək davam etdirməyi arzu edirik. Çox sağ olun. Buyurun. Hörmətli tamaşaçılar, müqəddimə imkanlarına əsasən Yusif birinci, Emil ikinci, Günay isə üçüncü oldu. Əziz zəkalar, indi isə sizi bizim yolların qaydaları ilə tanış etmək vaxtı gəlib çatdı. Yəqin bilirsiniz ki, yaşıl yol uzun yoldur. Burada sizə 4 sual veriləcək və 2 dəfə düzgün cavab versəz, həyatınız Jean Valjean'ın həyatı kimi yaxşılığa doğru dəyişəcək. Sarı yolda sualların sayı 3-dür. Burada da qalib gəlmək üçün 2 düzgün cavab kifayət edəcək. İkinci dəfə səhv etsəz və 4də 1 final sizin üçün Esmeralda'nın məhəbbəti kimi əlçatmaz olacaq. Qırmızı yol isə ideyaları uğrunda mübarizəyə atılmağa hazır olan Qavroş kimi insanların seçdiyi bir yoldur.
Bu yol riski sevir. Qısa yoldur, lakin hər iki sualın cavabı səhvsiz olmalıdır. Yusif, buyurun, başlayın. Bütün rənglər gözəldir, amma sarı bir başqa gözəldir. Olsun sarı, keçin sarı yola. Emil, sizin üçün hansı yol gözəldir? Artıq 3-cü dəfədir bu seçimi eləyəcəm. Ümid edirəm bu dəfə uğur gətirər. Qırmızı yol. Keçən dəfələrdə nə seçim etmişdiniz? Hamısında 3 dəfə qırmızı, 1 dəfə yaşıl yolda oynamışam. Və hamısında deyəsən məğlub olmuşsunuz. Bəli. Keçin qırmızı yola. İnanıram ki, bu dəfə belə olmayacaq. Günay, sizinlə yaşıl yolda görüşəcəyik. Uğurlar. Hörmətli tamaşaçılar, biz isə Parlaq Zəka İntellekt şousunun birinci mərhələsinə başlayırıq. Günay, bu mövzuya çıxmaq istəyirdiniz? Bəli. Yaxşı razılaşmısınız mövzuya? Normal. Hazırlaşarkən hansı kitablar, hansı mənbələri oxumusunuz? Adətən Wikipedia və kinolara baxmışam. Bəs onun yazdığı kitablar? Kitabları vaxt çatmadı oxumağa. İnanıram ki, suallarımızı tapmaqda vaxtınız kifayət qədər bol olacaq. Gəlin monitora baxaq və sualı seçək. Telegram, saç, saqqal, yoxsa sevgi? Telegram. Sual. 1862-ci ildə məzuniyyətdə olarkən Victor Hugo yenicə nəşr olunmuş romanı haqqında oxucuların mövqeyini öyrənmək istəmişdim. Bu məqsədlə o, naşirinə yalnız sual işarəsindən ibarət telegram göndərdi. Naşir isə öz növbəsində yalnız nida işarəsindən ibarət cavab teleqramı göndərdi. Bu hadisə tarixə ən qısa yazışma kimi düşdü. Tarixi yazışma hansı əsər barəsində idi? Vaxtınız getdi. Bəli, Günay. Səfirlər. Bu qədər qısa, tez və əmin cavab. Bəli, fikrimcə səfirlərdir. Başqa əsər demək istəmirsiniz? Oxuduğum mənbə... Bu sual haqqında oxumusunuz? Bəli, oxumuşam. Səhv eləmirəmsə gözəl. səfirlər idi. Səfirlər. Bəli. Biraz ucadan deyə bilərsiniz, Günay. Səfirlər. Mən də ucadan deyəcəm ki, cavabınız doğrudur. Keçin növbəti mərhələyə. Həqiqətən Günayın verdiyi cavab düzgündür, doğrudur və bir şey demək istərdim ki, burada hər ikisinin, yəni naşirin də görkəmli fransız yazısının da arif olduğu birbaşa meydana çıxır. Və ikinci bir tərəfdən bu Səfirlər əsəri ilə 1834-cü ildə Claude G adlı bir əsər arasında müəyyən uyğunluqlar vardır ki, hər ikisində deyək ki, Səfirlər əsərində Jean Valjean, Claude G əsərində isə Claude məhz çörək oğurluğuna görə 5 il sürgün həyatı, katorqa həyatı keçirməyə məcbur olurlar. Çox sağ olun. Yusif, saç, saqqal yoxsa sevgi? Qoy sevgi olsun. Qoy sevgi olsun. Həyatda həmişə sevgi olsun. Siz də bu sual düzgün cavab tapıb sevinəsiniz. Sual. Victor Hugo'nun bu romanından sonra müxtəlif tarixi binalara, köhnə tikililərə olan maraq 1-ə 5 artır. Həmçinin əsər onlara olan diqqət və qayğının dirçəlməsinə səbəb olur. Maraqlıdır ki, yazıcı əsərinin girişində belə deyir. Mənim əsas məqsədim millətimizə, memarlığa sevgi aşılamaqdır. Söhbət hansı məşhur romandan gedir? Vaxt. Bəli, Yusuf. Düşünürəm ki, bu Paris Notre-Dame kilsəsi ola bilər. Paris Notre-Dame. Siz bizim verilişimizdə əvvəlki səhnəciyi görüb bu fikrə gəlirsiniz?
Tam demək olmaz, amma Bunu fakt kimi bilirdiniz. Günay fakt kimi bilir. Ona görə Əminə cavab verdi. Və siz nəyə görə belə fikirləşirsiniz? Fakt kimi bilmirəm, oxumamışam belə bir fakt, amma müəyyən qədər fikirləşirəm ki, bu düzgün variant ola bilər. Orada tarixi binaların adı keçir deyə. Victor Hugo'nun başqa əsərləri də var. Tarixi binaların göstərildiyi əsərlər. Paris haqqında. O əsərləri oxumamışam. Bunu oxumusunuz. Bunu oxumuşam. Və cavabınız nə olacaq? Paris Notre Dame. Qəbul edim. Edin, bəli. Bu cavab Cərimə xalı almadan növbəti mərhələ keçmək üçün kifayətdir. Doğrudur. Emil, necədir vəziyyət? Normal, sualdan asılıdır. Əvvəlki suallar asan idi. Məncə hə. İndi sizə çətin düşəcək bəxtinizdən. Özdə qırmızı yoldasınız həmişə olduğu kimi. Bilmək olmur. Hazırlaşın, sualı oxuyuram. Hugo, Paris Notre Dame kilsəsi romanı üzərində çalışarkən saçlarını və saqqalını yarıya qədər qırxmış, qayçını isə pəncərədən tullanmışdı. Yazıcı bu hərəkəti hansı səbəbdən etmişdi? Vaxt. Kiminlə danışırsınız? Sadəcə fikirləşirəm və çalışacağam məntiqi bir cavab verim. Çalışın. Mən 3-ə qədər sayım sonra. Bəli. Belə düşünürəm ki, Notre Dame kilsəsi, Paris Notre Dame kilsəsi əsərini yazarkən o yəqin ki, kilsədə olub və onun üzünü qırxmaq qadağan olmuşdu. Yəni, ona görə qırxmırdı. Ola bilsin ki. Və qayçını da ona görə gizlədir ki, bilinməsin, o saqqalını qırxmışdı. Əsəri kilsədə yazmışdı? Belə düşünürəm, ya da saçını qədər qırxmış, yarıya qədər deyil qırxmış, qayçını isə pəncərədən tullamışdı. Kilsənin pəncərəsindən qayçını tullayır, saqqalını yarıya qədər qırxır. Başqa ağlıma şey gəlmir. Bəlkə də o yasdaydı. Kimin yasındaydı? Qızının yasında ola bilərdi. Onlar, yəni Victor Hugo, onlar biraz geniş oldu. Victor Hugo yas saxlayanda saqqalını yarıya qədər qırxıb, qayçını pəncərədən tullamışdı. Belə də ola bilər, amma o yəqin ki, hansı bir qadağadan qaçırdı. Saqqal vergisindən. Yox, saqqal vergisi inanmıram həmin dövr Fransada olsun. Sola sağdan soldan yanaşdıq. Cavabınız nə olacaq? 3 2 1 Cavab olsun ki bəlkə cavabı qəbul etməyəcəm Emil. Kilsədəydi yəqin ki və üzünü qırxmırdı. Əsəri yazmaq üçün oradaydı yəqin ki. Cavabınız səhvdir. Mahmud Rəhimli bu suala cavab verəcək. Mahmud Rəhimli Azərbaycan Dillər Universiteti Regionşünaslıq Beynəlxalq Münasibətlər 3-cü kurs. O yarı hissəsini qırxmışdı ki, çölə çıxa bilməsin. Yəni ki, becər halda olurdu, çölə çıxa bilmirdi. Digər yarı hissəsini qırxsaydı, məcbur yəni ki, insan vəziyyətinə çıxa bilərdi onun üçün. Bəs evdən niyə çıxmaq istəmirdi? Kitabı tez tamamlamaq üçün. Tamamilə doğru cavabdır. Orden. Emil, əlamətlərə inanırsınız? Bəzən hə, bəzən yox. Baxır. Olum və ya ölümlə münasibətləriniz necə qurulur adətən? Qırmızı yolu seçəndə, yəni 3 dəfə, 3-cü də artıq, bir dəfə getmişdim, bir dəfə yox. Yəni, amma bu dəfə getmək istəyirəm. Verilişimizdə əsas silahınız o pultdur. Və siz olum və ya ölümdə məğlub olsaz, o silahdan 2 həftəlik məhrum qalacaqsınız. Amma oyunda da məğlub olsam, ordenlərin bir əhəmiyyəti qalmır. Ona görə də riskə getməyə dəyər. Olsun. Olum və ya ölüm.
nədir? Bizə futbol oynamaq üçün maaş verirlər. Görün necə işləyirlər. Axı biz işimizi bitirmişik. Ənənəvi tikinti materialları ilə müqayisədə Qobuston hörgü blokları vaxtınıza və işçi qüvvənizə 2 qat qənaət edəcək. Ekoloji təmiz, oda davamlı, səs və istilik izolyasiyalı məhsulumuz sürətli və keyfiyyətli tikintinin təminatıdır. Qobuston, daşdan pul çıxarmaq belə asan olmayıb. Bu uğurlu insan Azərbaycan Universitetinin məzunudur. Bugün o, 35 yaşında ölkənin aparıcı müəssisələrindən birinə rəhbərlik edir. O, bu uğura Azərbaycan Universitetində aldığı təhsil sahəsində nail olub. Çünki Azərbaycan Universiteti hər bir tələbəsinə yüksək bilik və geniş karyer imkanları yaradır. Gələcək karyerasını düşünən abituriyent Azərbaycan Universitetini seçir. Azərbaycan Universiteti, gələcəyini bugün seç. Şəmkir şəhəri, zəka, gənclərin intellektual inkişaf və yaradıcılıq mərkəzi. Zəka, ilk addım buradan başlayır. Emil, hazırsınız? Bəli. Birinci sualı oxuyuram. Victor Hugo'nun bu ilk romanlarından biri, qara dərilərin üsyanı fonunda cərəyan etmiş hadisələri təsvir edir. Əsərin adını deyin, vaxt. Vaxt getməsin. Səhv eləmirəmsə bu Haitidə üsyanla bağlı idi. Büyük Jargel idi əsərin adı. Oyunumuz belə tez bitə bilər, Emil. Versiyamı dəyişməyəcəm onsuz da, yəni məncə qəbul etsəz yaxşı olar. Onda oyunumuz hələ bitməyəcək. Doğru cavabdır. İkinci sual. O, odlu, alovlu temperamentə malikdir. Hər zaman ideya axtarışındadır. Sevdiyi ideyaya bir ömür boyu sadiq qala bilər. İnsanlar arasında olmaq ona zövq verir. Çox tez hərəkətə keçir və istədiyinə çox vaxt nail olur. Gördüyü iş haqda tərif eşitməyi çox sevir. Söhbət kimlə gedir? Vaxt. Üç. Bu hər hansı bir əsərdəndir, yoxsa onun həyatı ilə bağlı? Emil, burada sualları mən verirəm. 2. Çox tez hərəkətə gedir və 1. Olsun. Bəlkə Vidokdur, Jean Vidok. Jean Vidok. Personajlara getdiniz və Jean Vidoku seçdiniz. Bəlkə də real şəxsiyyətdir. Real şəxsiyyətlər haqqında ağlıma. Cavab. Bəlkə onun dostlarından hər hansı biri ola bilər. Məsələn, Alexander Dumas ilə dost idi. Cavab Alexander Dumas'dır. Və ya Jean Vidok. Olsun Jean Vidok. Yəni məncə personaj deyildi, o real şəxsiyyət idi. Jal Valjean'ın səhv eləmirəmsə prototipi idi. Ona görə onu deyirəm. Cavab? Jean Vidok. Emil, təəssüf ki, siz 2 dəfə səhv etdiniz. O, François Vidokdur. Və cavab da səhvdir. İndi ikinci səhvi deyəcəm. Sualda söhbət sosionikada Hugo tipindən gedirdi. Yəni, etik sensor ekstravert sosionika bir elmdə insanların temperamentlərini öyrənən və bu da Victor Hugo adına bir tipdir ki, hansından mən sizə sual verdim. Yəni 40 il fikirləşsəm ağlıma gəlməzdi. 40 il yox, ən azı bir 2 həftə fikirləşməyiniz üçün vaxt olacaq.
Sizi ürək ağrısı ilə iddiaçıların yanına yola salıram. İddiaçısınız. Hörmətli tamaşaçılar, biz isə ikinci mərhələyə başlayırıq. Günay, davam edək. Bəli. Onda monitora baxın və sualı seçin. Jean Valjean ideal Lorno ilə görüş. Jean Valjean. Sual. Keçmişdə cinayətkar olmuş, sonralar isə Fransa polis idarəsində çalışmış və hətta cinayət axtarışının atası ləqəbini almış bu tarixi şəxs, Balzac'ın bəşəri komediyasında Vautrin, Victor Hugo'nun Səfirlər əsərində Jean Valjean və Javert kimi qəhrəmanların prototipi qismində çıxış edir. Həmin şəxsin adını deyin. Vaxt. Bəli, Günay. Bu əsərlərlə tanışsınız? Bəli. Mən oxumuşam bunu. Hər ikisini? Sadəcə bu mənbəyi oxumuşam. Səfirlər əsərini oxumusunuz, yoxsa Balzac'ın bəşəri komediyasını? Səfirlər. Səfirləri oxumusunuz, Jean Valjean personajı haqqında kifayət qədər məlumatlısınız, Javert'i də yaxşı tanıyırsınız. Bəli. Və nə deyirsiniz? Cavabım Vidok. Vidok kim idi bəs? Əslində qeyd olduğu kimi o əslində birinci oğru olur, daha sonra isə başlayır. Vidok oğru olur, yoxsa Jean Valjean? Vidok oğru olur, yoxsa Jean Valjean? Vidok prototip kimi götürür. Yəni keçmişdə o cinayətkarı olur, burada qeyd edilən kimi, daha sonra isə polis idarəsində çalışır. Və həmin şəxs prototip kimi Jean Valjean və Javert'i qəhrəmanların prototipi kimi çıxmışdır. Hər ikisini birdən, Javert keçmişdə cinayətkar olmayıb baxın, səhv eləmirəmsə. Sadəcə ancaq polis idarəsində işlədiyinə görə. Onları birləşdirdiniz? Bəli. Və? Vidok. Vidok deyirsiniz? Bəli. Yaxşı eləyirsiniz. Cavab doğrudur. Keçin növbəti mərhələyə. Günay Cəfərlinin cavabı doğrudur. Lakin mən bir məsələyə də aydınlıq gətirmək istəyirəm ki, Səfirlər əsərində Jean Valjean bir neçə ad altında tanınır. Bu birinci növbədə Monseigneur Madeleine, Fauchelevent, Monseigneur Leblanc adı ilə tanınır. Hətta Marius adlı gənc onu Monseigneur Leblanc adlandırır, çünki onun artıq saçları ağarmışdı. Ona görə Monseigneur Leblanc adını ona verir. Çox sağ olun. Yusif, həlledici sual astanasındasınız. Düz tapsaz nə olacaq? Düz tapsam, növbəti mərhələyə keçirəm. Səhv tapsaz? Səhv tapsam da növbəti mərhələyə keçirəm, amma cərimə xalı ilə. Çox gözəl. İdeal Lorno ilə görüş suallarından birini seçim. İdeal. İdeal. Olsun. Olsun. Sual. İdeal cütlük. Kişi Quasimododur, qadın isə kördür. Kişi heç vaxt başqasının yanına getməyəcək. Qadın isə heç bir zaman onun eybəcərliyini görməyəcək. Söhbət hansı cütlükdən və Hugo'nun hansı əsərindən gedir? Vaxt. Bəli, Yusif. Bu Paris adım Notre Dame kilsəsi. Ya. Paris əsəri. Cütlük elə ola bilsin ki, Quasimodo ilə Esmeralda olsun. Ola bilsin ki, Quasimodo ilə Esmeralda əsərdə Paris Gozbeli. Paris Notre Dame kilsəsi. Qarışdırdım beynimdə. Paris Gozbeli belə olmalıdır. Qarışıq.
Quasimodo ilə Esmeralda söhbət də gedir hansı əsərdən? O əsərdən ki, Paris Kozbeli. Belə bir şey olmuş. Paris Kozbeli. Yusif. Heç ki, səhv cavab versə, cərimə xalar növbəti mərhələyə keçəcəksiniz. Bəli. Cavabınız nə olacaq? Quasimodo ilə Esmeralda... Quasimodo-nu biz həm monitora çıxartdıq, həm sual da verdik. Başqa variant ağlıma gəlmir hazırda. Amma Günay məncə cavabı bilir. Görürsünüz. Dəyişmək istəmirsiniz ki? Xeyr. Onda deyəcəm ki, cavabınız səhvdir. Cərimə xalara növbəti mərhələyə keçirsiniz. Anar Hacıyev bu suala cavab verəcək. Anar Hacıyev, Azərbaycan Müəllimlər İnstitutu Təhsildə Sosial Psixoloji Xidmət Fakültəsi 2-ci kurs Bakı şəhəri. Bəlkə bu Gülən Adam əsərindən deyildi. Bəs cütlük deyil yox, deyə sizə kömək eləyim. Bəs o bir şey? Digərinin adı dəqiq yadıma düşmür də. Bu Quimplin və Deyədə əsər doğrudan da Gülən Adam əsəridir. Mən isə sizə medal verəcəm. Medal. Bəli Yusif, indi isə məni inandırın ki, bu əsər haqqında məlumatınız yoxdur. Əsər haqqında məlumatım var idi, amma ağlıma gəlmədi o. Eybi yox, 3-cü mərhələdə şansınızı bir daha sınayarsınız. Hörmətli tamaşaçılar, biz isə 3-cü mərhələyə keçirik. Yusif, 3-cü mərhələdəyik və sonuncu şansınız qalıb. Monitora baxın və sualı seçin. Marat, həm yerli, yoxsa opera? Opera. Opera. Elə isə sual. Victor Hugo'nun bu əsəri 1832-ci ildə yazılmış, həmin ildə teatrda səhnəyə qoyulmuşdu. Lakin elə ilk tamaşadan sonra repertuardan çıxarılmış və 50 il ərzində qadağan edilmişdi. Məşhur İtalyan bəstəkar Giuseppe Verdi bu pyesin motivləri əsasında Rigoletto operasını yazmışdı. Söhbət yazıcının hansı əsəri haqqında gedir? Vaxt. Bəli Yusif. Sizin cavabınızdan çox şey asılıdır. Günayın misal üçün 4-də 1 finalda oynaması. Bəlkə bir centilmen kimi səhv cavab verəsiniz. Doğru. Bilmirəm, seçim sizindir. Operanı seçdim ona görə ki, Rigoletto'nu verim. Düşündüm ki, yəqin sualda Rigoletto olacaq, amma o... Rigoletto borç oldu. Yəni cavabda olacaq. Söhbət yazıçının hansı əsərlə gedir sualına isə. Səfərləmsə bunu... Rigoletto əsərini axı o yazmayıb. Deməli, bu sualın o biri tərəfi də var da. Yox, operanı deyirəm. Siz operanı Victor Hugo ilə necə əlaqələndirərdiniz? Necə əlaqələndirərdim? Bəli. O da yaxşı sualdır, onu düşünmürəm. O Lucio Pavarotti desənə özə 50 il sonra onu belə bir şey bilirdim. Fakt. 3 2 1 Günayın üzündə yavaş-yavaş təbəssüm yaranır. Deyəsən cavabınız variant cavabınız qoy olsun. Cavabınız yoxdur. Bu əsəri bizə Həmid Mehdiyev deyəcək. Mehdiyev Həmid, Milli Aviasiya Akademiyası Hüquqşünaslıq Fakültəsi 4-cü kurs, Mingəçevir şəhəri. Bu Le Croix S'amuse-dür, yəni Kral əylənir əsəridir. Çox gözəl, tamamilə doğru cavabdır. Orden. Yusif, sizcə bugün necə oynadınız? Bugünkü oyunum bərbad. Bərbad.
Bəli. Amma gələn mövzulara daha yaxşı hazırlaşıb, orden və medallarının sayını artırandan sonra yenidən çıxa bilərsiniz. Hələlik isə iddiaçısınız. Hörmətli tamaşaçılar, bugünkü 8də 1 final mərhələsinin qalibi müəyyən olundu. Günay Cəfərli, sizinlə biz 4də 1 finalda görüşəcəyik. Sizi təbrik edirəm və əminəm ki, Victor Hugo'nun əsərlərini sevə-sevə oxuyursunuz. Çünki siz həqiqətən də zəkkasınız. Hörmətli tamaşaçılar, bizi isə zəka meydanından qalan suallar gözləyir. Birinci sual. 1885-ci ilin may ayının 22-sində Victor Hugo gündəliyinə baxaraq dedi: "Axı mənim 25 may Madame Lorno ilə görüşüm var. O necə də cazibədardır. Bəs həmin gün nə baş vermişdi?" Camal Ağarzayev bu suala cavab verəcək. Camal Ağarzayev, Bakı Dövlət Universiteti Şərqşünaslıq Fakültəsi 2-ci kurs. 1885-ci ildə Victor Hugo vəfat elədi. Nə qədər təzadlı görünsə də cavabınız doğrudur. Həmin tarixdə Victor Hugo vəfat etdi. Orden. İkinci sual. Məlum olduğu kimi Hugo'nun Fransız inqilabına qarşı münasibəti bir mənalı olmayıb və bu mövzu onun bir çox əsərlərində geniş işıqlandırılıb. Yazıçının hansı əsərində Jean-Paul Marat, Maximilien Robespierre, Georges Danton kimi tarixi şəxsiyyətlər, personajlar kimi çıxış edir? Nurlan Abdurrahmanov bu suala cavab verəcək. Abdurrahmanov Nurlan, Dövlət İdarəçi Akademiyası Beynəlxalq Münasibətlər 2-ci kurs. Məncə bu əsər 93-cü il və ya 93-cü il inqilab adlanır. Doğru cavabdır. Orden. Zəka meydanının sonuncu sualı. Victor Hugo'nu bu həmyerlisi ilə bir çox xüsusiyyətlər birləşdirir. Onların hər ikisi 1802-ci ildə general ailəsindən dünyaya gəlmiş, hər ikisi dünya şöhrəti qazanmışdı. Hugo onun haqqında yazırdı. Onun uğuru uğurdan da artıq idi. Onun uğuru triumf idi. Onun adı nəinki Avropada, bütün dünyada məşhurdur. Söhbət kimdən gedir? Babək İmaməlili bu suala cavab verəcək. Babək İmaməlili, Dövlət İdarəçilik Akademiyası, Beynəlxalq Münasibətlər ixtisası 3-cü kurs, Duma. Hansı Cuma? Ata Duma. Ata Cuma, doğru cavabdır. Orden. Əziz dostlar, xatırladım ki, Parlaq Zəka İntellekt şousunda 3-cü yeri qazanmış iştirakçı 20.000 manat, 2-ci yerin sahibi 30.000, qalibimiz isə 40.000 manat təhsil haqqı əldə edəcək. Bu möhtəşəm hədiyyə fonduna görə verilişimizin baş sponsoru Sinerji Qrup şirkətinə dərin təşəkkürümüzü bildiririk. Hörmətli tamaşaçılar, Zəka meydanının sualları başa çatdı və biz xülasəyə keçirik. Bu nədir? Bizə futbol oynamaq üçün maaş verirlər. Görün necə işləyirlər.
Axı biz işimizi bitirmişik. Ənənəvi tikinti materialları ilə müqayisədə Qobuston hörgü blokları vaxtınıza və işçi qüvvənizə 2 qat qənaət edəcək. Ekoloji təmiz, oda davamlı, səs və istilik izolyasiyalı məhsulumuz sürətli və keyfiyyətli tikintinin təminatıdır. Qobuston, daşdan pul çıxarmaq belə asan olmayıb. Bu uğurlu insan Azərbaycan Universitetinin məzunudur. Bugün o, 35 yaşında ölkənin aparıcı müəssisələrindən birinə rəhbərlik edir. O, bu uğura Azərbaycan Universitetində aldığı təhsil sahəsində nail olub. Çünki Azərbaycan Universiteti hər bir tələbəsinə yüksək bilik və geniş karyer imkanları yaradır. Gələcək karyerasını düşünən abituriyent Azərbaycan Universitetini seçir. Azərbaycan Universiteti, gələcəyini bugün seç. Şəmkir şəhəri, zəka, gənclərin intellektual inkişaf və yaradıcılıq mərkəzi. Zəka, ilk addım buradan başlayır. İndi isə xülasənin birinci sualı. Victor Hugo'nun erkən qələm təcrübələrindən biri, edam məhkumunun son günü əsəri bir çox yazıçılara, Albert Camus, Charles Dickens, o cümlədən bu ədibə ciddi təsir göstərmişdi. Maraqlıdır ki, bu yazıcı da 20 il sonra 1849-cu ildə ölüm hökmünə məhkum edilmişdi. Lakin qərar son anda ləğv edilmiş, sürgünlə əvəz olunmuşdu. Söhbət hansı yazıcıdan gedir? Mahmud Rəhimli bəxtini sınasın. Mahmud Rəhimli Azərbaycan Dillər Universiteti Regionşünaslıq Beynəlxalq Münasibətləri 3-cü kurs. Mənim fikrimcə bu Dostoyevskidir. Bu isə doğru cavabdır. Medal. Xülasənin ikinci sualı. Hugo'nun fikrincə, insan əqli bütün sirləri aça biləcək 3 açara malikdir. Bunlardan ilki bilik, ikincisi isə fikirdir. Üçüncünün nə olduğunu isə siz deyin. İbrahim Vəlizadə bizə bu açarı deyəcək. İbrahim Vəlizadə, Azərbaycan Dövlət İqtisad Universiteti 2-ci kurs, Dünya İqtisadi İxtisası, fikrimcə təxəyyül. Tamamilə doğru cavabdır. Medal. Yox, bu sizdə artıq ikinci medal. Orden. Orden olacaq. Orden. Xülasənin sonuncu sualı. Bir dəfə Hugo'nun yolu Prusiyaya düşmüşdü. Anketi doldurarkən jandarm ona nə ilə məşğul olursunuz sualını verdim. Yazıram. Mən nə ilə pul qazandığınızı soruşuram. Qələmlə. Bəs jandarm anketdə Victor Hugo'nun peşəsini necə qeyd etdi? Orxan Fətiyev bu suala cavab verəcək. Orxan Fətiyev Azərbaycan Dövlət İqtisad Universiteti Uçot İqtisad Fakültəsi 2-ci kurs, Şirvan şəhəri. Məncə satıcı, qələm satan. Qələm satan doğru cavabdır. Medal. Hörmətli tamaşaçılar, xülasənin sualları başa çatdı. Bizi isə Zəka Məclisinin baş biləni ilə maraqlı söhbət gözləyir. Gələn həftə parlaq zəkada baxın. Hamı üçün çox maraqlı və geniş mövzu. Söhbət yerin altı ilə üstünü qovuşduran dəmir yollarından, daha doğrusu Azərbaycan dəmir yolları tarixindən gedəcək. Zəkaların iddialı çıxışları. Mövzumuz dəmir yollarıdır və inanıram ki, bu oyunun lokomotivi mən olacam. İnanıram ki, bugünkü oyunda qələbə qazana bilərəm. Güclü olan qələbə qazansın. Hamını heyrətləndirən zəka. Trolleybus parkı.
Trolleybus parkı. Bəli, bəli, bəli. Və samanlığı niyə yenirdilər? Samanlığı bilmirəm, amma Mingəçevirdə trolleybus parkı var idi. Amma Trolleybus sürücüləri də samanlığın içinə uzanıb istirahət edirdi. Sual qapısını asanlıqla açan zəka. Siz trolleybus görmüsünüz Səmra? Mən şəkildə. Minmisiniz trolleybusa? Xeyr. Sual yağışında islanan zəka. Azərbaycan Texnik Universiteti qəbul edin. Dərindən baxmaq istəmirsiniz. Bu qədərci dərinliyi çox dərinə gedəmədim. Parlaq zəkanın növbəti mərhələsində kimi görəcəyik? Bazar günü, səhər saat 11-də. Məhəmməd müəllim, sizcə Viktor Hugo'nun ən dahi, ən seçilən əsəri hansıdır və nəyə görə? Viktor Hugo 19-cu əsr fransız ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir və onun əsərləri içərisində, yəni dahiyanə əsərləri içərisində birinci növbədə Səfillər əsəri xüsusi diqqəti cəlb edir. Belə ki, əsərin əvvəlində Dan şəhərinin yepiskopu Mariel Benvenunun dediyi Jean Valjeana, qardaşım, mən sizin ruhunuzu satın alıram və siz bundan sonra bütün şər qüvvələrdən və zülmət dünyasından xilas olub Tanrıya sığınacaqsınız. Bu sözlərindən sonra 19 illik katorqa həyatı keçirmiş bir insanın tamamilə dəyişməsi, onun humanist bir insana çevrilməsi və onunla kontrast təşkil edən polis xəfiyyəsi Javer arasındakı mübahisələr və Javerin düşüncəsinə görə katorqa həyatı keçirmiş bir insanın dəyişilməsi mümkün deyildir. Amma bu əsəri ilə Viktor Hugo sübut etdi ki, insan dəyişilə bilər. Və bir şey də qeyd etmək istərdim ki, o Səfillər əsəri haqqında belə deyirdi. O yerdəki kişi cahillik edir, o yerdəki qadın özünü bir tikə çörəyə satmağa məcburdur. O yerdəki uşaq məlumatlar verən kitabdan və ailə qayğısından mərhumdursa, o yerdə mənim səfillərim həmin qapını döyür və deyir, açın, biz artıq gəlmişik və həqiqətən də həyat təzadlarını, həmin dövrün dünya görüşünü, düşüncəsini, sosial ziddiyyətləri öyrənmək baxımından Səfillər əsəri olduqca gözəl bir nümunədir və Maksim Gorkinin, görkəmli Rus yazıçısının ümumiyyətlə Viktor Hugo'nun yaradıcılığına münasibəti ilə bağlı dediyi bir fikir yerinə düşür. O belə deyir, Viktor Hugo öz yaradıcılığı ilə insanlara həqiqəti, həyatı, gözəlliyi və Fransanı sevməyi öyrətdi. Məhəmməd müəllim, biz bilirik ki, Viktor Hugo çox maraqlı şəxsiyyəti ilə seçilib. Onun müxtəlif çıxışları, kəskin çıxışları və maraqlı aforizmləri var. Bu haqda nə deyə bilərdiniz? Viktor Hugo özünün kəskin çıxışları, eyni zamanda dostlarına sədaqəti ilə seçilən bir şəxs olub. Hələ o, 1848-ci ildə Fransa parlamentində mədəniyyət, incəsənət və elm büdcəsinin azaldılması ilə bağlı Maliyyə Komitəsinin təklifinə olduqca sərt cavab verir. Və onun cavabında belə bir fikir səslənir. Mədəni bir ölkənin geridə qalmış adamına məsləhət görülməyən, siz Fransaya məsləhət görürsünüz. Və yaxud da onun aforizmləri içərisində olduqca gözəl aforizmlər vardır. Və bunların içərisində bir sırası məşhurdur. Mən onlardan bir neçəsini xatırlatmaq istərdim. O deyir, o xalq böyük deyildir ki, onun sayı çoxdur. O insan böyük deyildir ki, onun boyu ucadır. Birinci növbədə, yəni insanın səviyyəsini müəyyənləşdirilməsində o əqli inkişafı və mənəvi səviyyəni göz önünə gətirir. Və ikinci bir tərəfdən başqa bir aforizmi var. Deyir ki, dünyada mən uşaq qığıltısından gözəl bir himin tanımıram və ya vətənin adını batırmaq vətənə satqınlıq etmək deməkdir. Yəni bu cür aforizmlər ilə seçilmiş və indiyə qədər də onun bu aforizmləri və bir aforizm də var, demək istəyirəm ki, çox gözəl deyilir, gözlü o adamdır ki, özünü görə bilir. Həqiqətən bu duha 19-cu əsr fransız ədəbiyyatında özünə məxsus mövqeyi ilə əbədi həyat qazanmış bir görkəmli şəxsiyyətdir. Çox sağ olun.
Yaşadığımız dövrün tək bir klassiki var. Hətta deyərdim ki, yeganə. Başa düşürsünüz? Yeganə. O da ki, özüməm. Fransalı yazıcı, şair və dramaturq Victor Marie Hugo bu sözləri özü haqqında demişdi. Bu kimi sözləri isə özü haqqında yalnız Victor Hugo kimi güclü və bilikli insan deyə bilərdi. Unutmayaq ki, güc bilikdədir. Bu hələ son deyil, hələlik.